Salam uşaqlar, biz bugünləri məntiq dərsimizin 115 və 116-cı səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla tanış olaq. Burada var, birinci sualda. D, N, D, O. Təkrarlanan hərif neçənci hansıdır? D-lar. Yaşıl yarpaq, çətir yarpaq, narıncı yarpaq. Təkrarlanan yarpaq da D-dır. Deməli, yaşıl yarpaqlar oldu D. İkinci sütunda N, A, A, D. A'lar 2 dənə. Deməli, göbələklər oldu A. Yaşıl yarpaq da D. İndi D, A. Bu alınır. O biri də olur D, N. Çətir oldu N. Çətirlərə N yazanda bu olur Na. Onda qırmızı yarpaq da olur O, D. Ot. İndi O olur qırmızı yarpaq. Bizdən onanı istəyir. Bax, qırmızı yarpaqları yazırıq. O. Çətirlərə yazırıq N. Göbələklərə yazırıq A. Çətir N. Yaşıl yarpaqlar da nə idi? D. Bizdən hansı sözü istəyir? Ona. Ona sözü də alınır D bəndində. İkinci. Bu toplanan bərabərdir bu toplanana. Yəni bu cəm bərabərdir bu cəmə. Əvvəlcə buna üstünə gəlməliyik. Düz xəttin üstünə gəlirik o biri xətti. Yəni bu düz xətti, bunun üstünə gəlirik bunu. Alındı belə bir şey. Deməli burada da alınmalıdır belə bir şey. İndi bundan bunu çıxmalıyıq. Çıxdıq üstə gəl kimi. Nə qaldı? Boş, düz xətt qaldı. Üçüncü. Çıxma əməlidir. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün neyinirik? Çıxılanla fərqi toplayırıq. 8-in üstünə 4 gəlir, eləyir 12. Amma bura 12 yazıla bilməz. Bura ancaq bir rəqəm yazıla bilər. Ona görə bura nə yazırıq? 2. Təkliyini yazırıq. İndi misalımızı yoxlayaq. 52 çıx 24. 2-dən 4 çıxmaq olmur. 5-dən pay götürürük. 4 olur. 2 də olur 12. 12-dən 4 çıxırıq 8. 4-dən 2 çıxırıq 2. Misalımız düzgün alındı. Deməli düz tapmışıq. Almalara yazırıq indi 2. Və bu üstə gəldi. 2-nin üstünə üzüm gəlmişik 3 eləyib. Deməli onda üzüm neçədir? 1. 2-nin üstünə 2 gəldi neçə eləyir? 4. Onda ananas da oldu 4. Bu bizdən nə istəyir? Ananas üstə gəl üzüm. 4 üstə gəl 1 bərabərdir 5. C bəndi. Növbəti. 23 oldu 29. 6 vahid artdı. 29 oldu 34. 5 vahid artdı. 34 oldu 38. 4 vahid artdı. 38 oldu 44. 6 vahid artdı. 44 oldu 49. 5 vahid artdı. 49 oldu 53. 4 vahid artdı. Deməli günəşlər üstə gəl 6-dır. Bulut üstə gəl 5-dir. Qayıq da ki üstə gəl 4-dür. Üstə 6, üstə 5, üstə 4. Hansı variantda verilib? D variantında. D variantını götürdük. 5-ci sual. 23 ilə 6 olub 11, 83 ilə 12 olub 14, 28, 26 olub 18, 16, 35 necə olacaq? Biz burada buna ədəd kimi baxmırıq. 2 ilə 3-ün cəmi eləyir 5, 6 da özü təkdir, 6. 5-in üstünə 6 eləyir 11. Deməli, rəqəmlərin cəmi ilə gedirik. 8 ilə 3-ün rəqəmlərinin cəmi 11. 1 ilə 2-nin rəqəmlərinin cəmi 3. Bunları toplayırıq. 11-in üstünə 3 eləyir 14. 2 ilə 8 rəqəmlərinin cəmi eləyir 10. 2 ilə 6 rəqəmlərinin cəmi eləyir 8. 10-un üstünə 8, 18. 16 rəqəmlərin cəmi 7. 3 ilə 5 rəqəmlərin cəmi 8. Nə alınır? 7 üstə gəl 8. O da bərabərdir 15-ə. Cavab C bəndində verilmişdir. Deməli 4 olub qlobus, qlobus olub 16. Ümumiyyətlə 4-dən 16-ya qədər neçə vahid artıb? 4-dən 16-ya qədər neçə vahid artıb? 12 vahid. Və onu 2 hissəyə ayırsaq, çünki 2 addıma bərabərdir. Onu 2 hissəyə ayırsaq neçə düşür? 6. Deməli buradakı ədədlər 6 vahid artır. Buradakı məntiq üstəgəl 6-dır. 4-ün üstünə 6, 10.
10'un üstünə 6, 16. Deməli, qlobus oldu 10. 5 olub uçurtma təyyarə, kağızdan düzəldilmiş. Təyyarə olub 13, 13 olub 17. Burada məntiqi tapa bilirik. 13 olub 17 artıb. Nə qədər artıb? 4. Deməli, buradakı məntiqimiz üstə gəl 4'dür. 5'in üstünə 4, 9. 9'un üstünə 4, 13. 13'in üstünə 4, 17. Məntiqimiz düz alınsa, deməli, düzgün düşünmüşük. İndi bizdən nə istəyir? Qlobusdan təyyarənin cəmini. 10'un üstünə 9 gəlirik. O da eləyir 19. Növbəti cədvəl. Bu cədvəli birincisi ayırırıq. Əvvəlcə məntiqimizi tapmalıyıq. Ulduz nə məntiqidir? Toplamadır yoxsa çıxmadır? Onu müəyyənləşdirməliyik. Onu burada müəyyənləşdirə bilərik. 9 ilə 12 olub 21. 9 ilə 12 olub 21. Artıb. Deməli, onda məntiqimiz nədir? Toplama. Məntiqimiz toplamadır. Bizdən tort dilimi ilə donut istəyir. 16'dan yuxarı tort dilimidir. Solda 9'dur. İndi 9 ilə neçəni toplasaq 16 eləyir tapmaq üçün. 16'dan 9'u çıxırıq. Eləyir neçə? 7. Deməli, tort dilimi oldu 7. İndi donutu tapaq. 32'nin yuxarısı donutdur. 32'nin sol tərəfi 12'dir. 12 ilə donutu toplamışıq, eləyib 32. Donutu tapmaq üçün 32'dən 12'ni çıxırıq. O da eləyir 20. Deməli, donut da oldu 20. 20 üstə 12 eləyir 32. İndi bizdən bunların cəmini istəyir. 7 üstə gəlir 20 ya da 20 üstə gəlir 7 bərabərdir 27. Tərəzi. Deməli, qırmızı donut olub qəhvəyi donut 2 dənə. Bir qəhvəyi donut da 2 sarı donuta bərabərdir. İndi baxın. Bir qəhvəyi donut 2 sarı donuta bərabərdirsə, onda bu da 2 sarı donuta bərabər olur. Onda bir qırmızı donut neçə sarı donuta bərabər olur? 4 dənə. İndi düşürük aşağı. Əgər bir qara donut 2 sarı donuta bərabərdirsə, 1, 2, 3, 4. Burada 4 dənə sarı donut var. Biz də yuxarıda tapdıq. 4 sarı donut nəyə bərabərdir? Bir qırmızı donuta. Onda burada olacaq bir dənə qırmızı donut. İndi görək o cavabımız var mı? Bəli, var. D bəndini götürdük. Kubları saymalıyıq. Burada mərtəbə deyil, sadəcə saymalıyıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Deməli, x bərabərdir 14'ə, o da var B bəndində. 10-cu sual. Xəritədə göstərilmiş yaşıl avtomobil şimala tərəf hərəkət edir. Deməli, bax, yaşıl avtomobil buradadır. Şimala tərəf hərəkət edir. Deməli, bura olur şimal. Digər avtomobil hansı istiqamətə doğru gedir? Deməli, yaşıl gedir şimala. Əvvəlcə qütbləri deyim sizə. Şimal, cənub, şərq, bu da olur qərb. Yaşıl şimala tərəf gedir. Və yaşılın sağında da qırmızı var. Əgər biz bunu tərsinə fırlatsaq, gəlin bunu tərsinə fırladaq. Deməli, əgər şimal buradadırsa, onda bura olur cənub. Şərq buradadır, qərb də buradadır. Və qırmızı da şərqdən gedir. Hansı istiqamətə? Qərb istiqamətinə doğru gedir. Qırmızı maşın bax buradadır, şərqdə. Şərqdən gedir qərb istiqamətinə. Deməli, qırmızı maşın qərb istiqamətinə gedir. A bəndini götürürük. Bir daha izah edeyim. Deməli, bax. Bura şimaldır. Tərsinə fırlatdım. Əslində şimal həmişə yuxarıdadır. Amma yaşıl maşın buradadır. Düzdür? Yaşıl maşın şimala doğru gedir. Şimalın bu tərəfi olur şərq. Bu tərəfi olur qərb. Qırmızı maşın da bax buradadır, şərqdədir. Və şərqdən üzü hansı tərəfə gedir? Qərb tərəfə. Qərb. Ona görə belə götürürük qərb istiqamətini. Coğrafiyada inşallah bunu da dəqiq keçəcəksiniz.
Fərqli olanı seçin. Küknar, vələs, söyüd, nərgiz. Küknar ağacdır. Vələs ağacdır, söyüd ağacdır. Amma nərgiz güldür. Deməli, üçü ağacdır, biri güldür. 12-ci və sonuncu sualımız. Futbol, voleybol və nöqtə, nöqtə, nöqtə. Yəqin ki, bunu davam edirik. Futbol idman növüdür, voleybol idman növüdür, şahmat idman növüdür, basketbol idman növüdür, domino idman növüdür, güləş idman növüdür. İndi fərqini bilək. Güləşdə 2 nəfər olur. Futbolda neçə nəfər olur? 11 nəfər. Voleybolda da həmçinin sayı çox olur. 7 nəfər olur, səhv eləmirəmsə. Yəni komanda oyunudur. Voleybol da komanda oyunudur. Deməli bu da olacaq komanda oyunu. Güləş 2 nəfərləndir. Şahmat 2 nəfərləndir. Domino 2, maksimum 4 nəfərləndir. Amma basketbol komanda oyunudur. Deməli burada olacaq basketbol. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, tapşırıqları başa düşdünüz.